Bu sualı mənə çox adam verib ki, İlham müəllim, siz hansı yarışlarda olmusunuz, sizin nailiyyətləriniz varmı? Başqa suallar da var. Mən hamısına vaxt tapıb cavab verə bilmirəm. Amma çox istəyərdim ki, bir gün vaxt tapam, dostların, yoldaşların suallarına cavab verim ki, onlar mənim haqqımda hər şeyi bilmiş olsunlar. Mən konfu döyüş sənəti ilə məşğul olanda mənim 13 yaşım olubdu. O vaxtları konfu döyüş sənəti ilə heç kəs məşğul olmazdı. Hətta məşğul olanları belə icazə verməzdilər. Konfu döyüş sənəti qadağan olmuş döyüş növü sayılır. Ona görə də onu o vaxtları icazə verməzdilər. Hətta mən 13 yaşından sonra mənim yaşım oldu 20 yaş, oldu 25 yaş, oldu 30 yaş. O dövrdə də icazə vermirdilər konfu döyüş sənətindən kiməsə texnikalar göstərəsən, nömrələr göstərəsən. Amma indi əlhamdülillah hər cür döyüş növləri var, hər cür döyüşlərdən göstərirlər. Amma o vaxtları qadağan edir, olmazdı. Bir də ki, bizim elimizdə obamızda müharibə düşdü. O vaxt bizim bəzi ürəyimizdən keçirdiyimiz arzularımız həyata keçmədi. Bizim də arzularımız vardı ki, ya idman yolunda, ya musiqi yolunda. O vaxt mən musiqiçi idim, həm də gözəl qarmonu ifa edirdim. Bir neçə musiqi alətlərində ifa edə bilirəm, amma əsas sənətim qarmonidir. Sonra, əlhamdülillah, ibadət edəndən sonra musiqidən də uzaqlaşmışam. Amma 13 yaşımdan eyni musiqidə, konfu döyüş sənətinə də yiyələnmişəm 13 yaşımdan. Yəni, nəyi demək istəyirəm? Konfu döyüş sənəti çox amansız döyüş sənətidir. Biz onu tələbələrimizlə göstərəndə çox sərin göstəririk. Hər kəs baxır bizə, dərk edənlər bilir ki, biz mülayim göstəririk. Dərk etməyənlər elə başa düşür ki, elə adi onların bildiyi zərbələrdir, onların gördüyü nömrələrdir. Xeyr, biz çox şeyi, o müəyyən sərt olan, ən əsas konfu döyüşünə məxsus olan texnikaları biz göstərə bilmirik. Qarşımızdakı tələbədir, xəsarət ala bilər. Onun üçün həmişə mən demişəm, indi də deyirəm, müxtəlif geyimlər olmalıdır. O geyimlər olmalıdır ki, bəlkə təsir almasın, zədə almasın, xəsarət almasın. O müxtəlif geyim mütləq bizə lazım olmalıdır göstərəndə. Onlar olmadığımız üçün biz ehtiyat edirik. Ehtiyat edirik ki, tələbə birdən xəsarət alar, nəsə problem olmasın. O nöqteyi nəzərdən. Amma mən hər tələbələrimə deyirəm, dostlarıma da deyirəm, məni tanıyan insanlara da deyirəm. Ən əsas odur ki, bizim fikrimiz odur ki, biz özümüzü müdafiə eləməyi öyrənək, biz sağlam həyat yaşamağı öyrənək və dostlarımızla, yoldaşlarımızla mehriban olaq. Çünki sağlam insanın sağlam dostları olar, sağlam həyatı olar, ömrü də sağlam keçər. Mən onu hər dostlarıma, hər tələbələrimə deyirəm. Müəyyən tələbələr görürəm. İnsanlar çıxır qarşımıza, hansısa idman növü ilə məşğuldurlar, baxırsan ki, təkəbbürü gəzirlər, bir-birlərini başlayırlar qol gücü göstərməyə, hətta dava edirlər, dalaşırlar, o öyünür ki, mən səndən güclü bilirəm, bu deyil, mən səndən güclüyəm, belə şeylərə mən çox pis baxıram və mən tələbələrimə də hər dəfə deyirəm ki, o pis şeydir, təkəbbürlü olmaq, güc göstərmək, kiməsə üstünə hücum eləmək, qorxuzdurmaq, belə işləri Allah bəyənməz. Və biz də Allahın əmrlərindən qırağa çıxmırıq və şükürlər ki, bacardığımız qədər hər zaman döyüşlərdən, pis əməllərdən biz uzaq oluruq. Allaha çox şükür. Bizə sual verirlər, İlham müəllim, siz yarışlara gedirsinizmi, tələbələrinizi aparırsınızmı? Əlbəttə, bizim yarışlarımız olanda dəvət alırıq. Biz orada döyüş göstəririk, amma nümunəvi olaraq göstəririk. Yəni, kimlənsə qarşı-qarşıya çıxmırıq. Axı, mən hər dəfə deyirəm ki, konfu döyüş növündə çox amansız texnikalar var, fəndlər var. Olmaz onu göstərmək mümkün deyil. Ona görə də biz onun pakazatini göstəririk. Yəni, nümunəvi çıxışlar əsasında göstəririk. Və eyni də elə həyatda özümüzü, cəmiyyət arasında özümüzü eyni də elə aparırıq. Yəni, kimləsə dalaşaq, kimləsə üstünə öz gücümüzü göstərək.
Belə şeylər olmaz. Həm dinimizdə olmaz günahdır, həm də belə də əxlaqımız, tərbiyəmiz ona yol verməz. Mən bunu həmişə demişəm, indi də deyirəm, mən tələbələrimə bir böyük qardaş kimi hər zaman bu sözü demişəm ki, yadlarında saxlasınlar ki, ən gözəl idmançının gücü onun əxlaq və tərbiyəsindədir. Bax, bunu unutmayaq ki, biz bir daha deyirəm, idman növlərinə məşğul olan bütün insanlar bunu bilməlidir və bilirlər də, şükür Allaha. Bilməyənlər bilsinlər ki, biz idman növü ilə məşğul oluruq, özümüzü müdafiə eləməyə, biz sağlam olmağımız üçün bu fikirlərlə məşğul oluruq. Yəni fikrimiz odur ki, bizim ən birinci niyyətimiz odur ki, sağlam həyatı yaşayaq və öyrəndiyimiz idman növləri, hansı növ olsun, öyrəndiyimiz idman növləri biz özümüzü müdafiə eləmək üçün. Niyyətimiz bu olmalıdır. Özümüzü müdafiə eləmək üçün biz öyrəndik nömrələri, texnikaları və hansısa bir idman növlərindən gedib yazılırıqsa, bizim niyyətimiz odur ki, biz orada həm sağlam dərs alaq, həm də ki, özümüzü müdafiə eləməyə. Amma niyyətimiz bu olmalıdır ki, kimisə əzməyə, kimisə vurmağa, kimisə qəlbinə dəyməyə, belə şeylər olmaz. Bir daha da sizə mən bir söz deyim, diqqətlə qulaq asın. Biz bütün günü cəmiyyət arasında gəzirik, kimisi idmana gedir, kimisi işlərini görməyə gedir. İnsanlar içindəyik. Yanınızda qalsın, millətindən, dinindən asılı olmayaraq. Bunu mütləq siz bilin. Millətindən, dinindən asılı olmayaraq. Və bilin ki, insanların içərisində Allahın dostları var. Ona görə diqqətli olmaq lazımdır. Kimisə qəlbinə dəymək olmaz, kimisə xətrinə dəymək olmaz, kimisə haqqını əlindən almaq olmaz. Kimisə gedib gücsüz görür, aciz görür, onun üstünə hücum eləmək olmaz. Bax, bunu unutmayın ki, sonra bizim üçün pis olar. Allah bizdən üz döndərər. Bizi yaradan Allah ixtiyar verməyib bizə ki, Allahın yaratdığı insanları gedək biz incidək və s. Pis işlərlə məşğul olaq, onların haqqını alaq, ya hansısa növlə məşğuluq, idman növünə gedək, onların üstündə öz gücümüzü göstərək. Bu günahdır, mənim dostlarım, mənim qardaşlarım və tələbələrimə də deyirəm və hər biriniz bilin ki, bu dünyada Allahın dostları var. Ehtiyatlı olmaq lazımdır, kimisə qəlbinə dəymək olmaz.